Salam uşaqlar. Salam uşaqlar. Bu dəfə mən sizə Fuadla video təqdim edəcəm. Fuad, nağıl bilirsən? Bilirsən. İndi Bir dənə canavar varmış. Sonra yine ona hem bir dənə çavasımız. Ona yine ölmüş. Sonra da biz de yemişik. Sonra da biz. İndi mən sənə maraqlı bir nağıl danışacağam. Şir və tülkü. Danışdıqca da belə dur, sən də görsünlər uşaqlar. Sonra sənə sual verəcəm, görüm o nağıl yadında qaldı. Deməli, bunun adı Şir və tülküdür. Şirlə tülkü görmüsən, bilirsən nədir? Görmüşəm. Multfilmdə görmüsən də yəqin. Deməli, bax, indi nağıla qulaq as. Bax, deməli, bir gün Şir meşədə gəzirdi. Sonra ayı dəydi ona qoyur. Yox, o arıqlamaqdan gəzməyə taqəti qalmayan bir tülkü görür. Deməli, nə olur? Şir meşədə gəzəndə nə görür? Tülkü. Tülkü görür. Sonra İndi sən qulaq as, mən ardın deyim. Şir onun arıqlığının səbəbini soruşur. Tülkü bir həftədir. sonra bilsən. Elə bil ki, Şir soruşur ki, niyə? Bilsən bir dənə nağıl danışsın. İndi mən baş Şir tülküdən soruşur ki, sən niyə arıqsan? Ama dözdə söz danışıram. Bir dənə bilsən, samolyot varmış. Ona patlayıbmış. Sonra bir yanca bir yerə düşüb. Yerə düşüb. İndi bax Şir tülküdən soruşur ki, niyə arıqsan? Gör tülkü nə deyir? Deyir ki, bir həftədə heç nə yemirəm. Alladır da, tülkü onu alladır. Şirin tülküyə yazığı gəlir, gedib bir heyvan parçalayıb gətirib tülküyə verir. O deyir ki, tülkü bildirir ki, tülkü qardaş gəl doyunca ye, qıçlarına qüvvət gəlsin. Tülkü bildirir ki, Şir kimi qüvvətli bir heyvanın qarşısından ət yemək onun hünəri deyil. Ayağını aşağı sal, belə düşməsin də. Şir bildirir ki, qorxmağa ehtiyac yoxdur, əti özü gətirmişdir. Bax, burada bilsən nədən söhbət gedir? Şir tülküyə yaxşılıq eləyir, ona gətirir. Elə ki, tülküyə deyir, sən niyə arıqsan? Tülkü də deyir ki, bir həftədə yemək yemirəm. Düşdün, tülkü nə deyir? Deyir, bir həftədə yemək yemirəm. Ona görə Şir də ona gətirir, ət verir. Tülkü də deyir ki, mən səndən qorxuram. Yəni, gərək sən bağlayam qolunun qıçını. Ondan sonra mən yeyəm. Belə Şiri bağlayır, alladır. Yəni, tülkü hiləgər olur. Şir də nə qədər deyir ki, tülkü lələ, gəl ayağımı aç. Tülkü bildirir ki, ətin hamısını yemədən açmayacaq. Onu alladır, elə Şir 2 gün gözləyir. Tülkü bu müddətdə ətdən yeyib porcuğa dönür. Tülkü kökəlir. Elə isə ki, deyir, ay namərd, Şir deyir, mən səni acılıqdan qurtardım. Sən gör mənə nə elədin? Deyir ki, qəzəbli Şirin nərəsi bütün meşəni bürüyür. Yaxınlığından keçən çaqqal səsi eşidib gəlir. Əhvalatı öyrəndikdən sonra Şiri azad edir. Şir ətrafa baxır, amma tülkünü görmür. Sonra tülkü qaçıb gizlənir. Baş verənlər Şirə çox təsir eləmişdi. Deyir ki, Şir gecə-gündüz meşəni axtarır və tülkü tapır. Mama, samolyot nağıldanır. Bir dənə bu nağıl bitsin. O elə bir qəzəbli nərə çəkir ki, tülkünün ürəyi partlayır. Şir deyir, namərdlərin axırı bax belə olur. İndi buradan bilsən nədən söhbət gedir? Elə ki, Şir yaxşılıq eləyir. Şir görmüsən belə necə heyvandır. Filmdə görmüsən də güclüdür. Amma o tülkü hiləgərdir. Baba, Tülkü hiləgərdir, yalancıdır. İndi kim... Deməli, tülkü Şiri alladır. Şirə neynir? Nə deyir? Şirin amma tülküyə yazığı gəlir, ona yemək verir. Axırda amma tülkü onu alladır, əlin qolun bağlayır. Şir də deyir ki, ay namərd, mən sənə yemək verdim, amma sən məni gör neynədin? Əlimi qolumu bağladın. Sonra Şir elə nərə çəkir ki, tülkü qorxusundan ölür. Yəni, burada elə ki, xeyir şərə qalib gəlir bu nağılda. Yəni, Şir, yaxşı adamlar qalib gəlirlər. Yaxşı adamlar qalib gəlirlər. Bax, tülkü hiləgər. Mama, yasanca adamlar. İndi bu nağıldan nə yadında qaldı? Nə yadında qaldı bu nağıldan? Bir dənə Şir var idi. Nağıllar necə başlayır? Biri var imiş, biri yox imiş. Biri varmış, sonra 2 dənə vardı. Sonra bir də inek varmış, sonra bir dənəsi. Ancaq buradaymış. İndi bu nağılda da Şirlə tülküdən söhbət gedirdi. Nağıl xoşunuza gəldisə, rəylər bölməsində fikirlərinizi yazın. Fuadın nağıllarını da bəyəndisə, nə etsinlər? Like eləsinlər, demə, like edin. Like atın. Növbəti nağıllar, yenə səndən nağıl videosu çəkərik. Yaxşı, sağ ol elə. Sağ ol. Sağ olun.